Bizim canlı bağlantımız var birbaşa Madriddən, İspanya'nın paytaxtından Sənan Salmanovla rejissorumuzdan xahiş eləyək. Həmin bağlantını təqdim etsin. Sabahınız xeyir Sənan bəy, idman jurnalistidir Sənan bəy. Hal-hazırda İspanyadadır. Sabahınız xeyir Kənan bəy, sabahınız xeyir. Sabahınız xeyir. Deməli, siz hal-hazırda Santiago Bernabéu'nun qarşısındasınız. Eksklüziv olaraq. Bəli. Hal-hazırda Madriddə saat neçədir? Hal-hazırda Madriddə saat 7-yə 15 dəqiqə işləyib. Səhər 6-7-yə işləyib. Sağ olsun Sənan bəy. Yəni bizimlə bağlantı üçün səhər tezdən gedib. Yəni Tofiq Bərəmov deyəcəm. Santiago Bernabéu'ya alışmışıq Tofiq Bərəmova. Yəni Bəli. Deməli Santiago Bernabéu'nun önündə səhv etmirəmsə bugün olacaq qarşılaşma. Düzdür? Real Madrid-Salzburg görüşü. Bəli, elədir ki var. İspaniya vaxtı ilə saat 9-da olacaq. Yəni Bakı vaxtı ilə saat 12-də gecə yarısı. Biletiniz var? Yox, açığı belə deyək. Mən Barcelona azarkeş olduğuma görə Real Madrid oyunlarına aydın məsələ deyək. Maraqlıdır ki, Madriddəsiz, Barcelona'da deyilsiniz. İşte həyat imkanları deyək ki, anladım. Onda qısa şəkildə dünənki oyunu istəyirsiniz şərh eləyə bilərsiniz. Dünən Barcelona'nın geri dönüşü, belə deyək, o möhtəşəm oyun, həqiqətən çox heç kimin gözləmədiyi halda. Yəni 4-2-dən 5-4-ə gətirmək, bu qədər bərbad oyunu birdən-birə gözəl oyuna çevirmək, yəni bu qədər xeyir almaq oyundan hər komandanın işi deyil, bunu xüsusi komandalar bacarır həqiqətən də. Siz necə şərh eləyərdiniz dünənki görüşü? Ümumiyyətlə Kənan bəy, dünən İspaniya futboluna, yəni Avropa kuboklarında hər iki komandası geri dönüşlə qələbə qazandı. Atletico Madrid də hətta qırmızı vərəq alıb az qaldığı oyunda oyunçu sayı baxımından geri dönüş edə bildi və qələbəni qazandı. Çox önəmli qələbə idi təbii ki, Atletico Madrid üçün də bu. Və Barcelona üçün təbii gözlənilməz hal idi o komandanın bu şəkildə rəqib meydanında olsa belə, yəni 4-2 geriyə düşməsi və amma komanda, yəni Barcelona demək olar ki, oyun ərzində, xüsusən son dəqiqələrdə boşluqlardan yararlanıb o geri dönüşü eləməyə bacardı. Demək olar ki, Real Madrid oyundakı bəzi qolların senarisində Benfica oyunda təkrarladılar. O El Clasico'da göstəriləri, sürətli əks tutmaq, keçid oyununu çox dəqiq oynamaq və demək olar ki, Rafinha'nı qarşıda təypə-təyə çıxartdılar birbaşa. Demək olar ki, qapısı ilə və nəticəni əldə edərlər son dəqiqələrdə. Bəli, 96-cı dəqiqədə səhv etmirəmsə. Ümumiyyətlə, Barcelona sevir azarkeşlərini belə oyun ərzində məhv edib sonda o həyəcan yaşatmağı, sevinç bəxş eləməyi. Çox görmüşük Barcelona'nın ifasında bu cür oyunları. Bu anda xüsusən PSG ilə məşhur oyun yada düşürsünüz ki, o oyunu heç vaxt unudulmaz. Çempionlar Liqası məncə ən unudulmaz 5 oyunu sırasına yazmaq olar oyunu da. Ümumiyyətlə, Madriddə bu dəqiqə abu-hava necədir? Yəqin ki, komandalar hazırlaşır, qonaqlar gəlib, Salzburg tərəfi gəlib yəqin ki, Madriddədir. Əsasən belə deyək, Bayer Leverkusen azarkeşləri daha nəzərə çarpırdı dünən axşam. Təbii oyun günü idi, sözsüz. Amma yenə də belə deyək, mən Madriddə yaşadığım müddətdə Çempionlar Liqası oyunları çərçivəsində Almaniyalı azarkeşlər daha çox səfər oyunlarına gəlirlər. Təbii hava şəraitinin biraz pis olması da dünən öz təsirini göstərirdi. Elə də küçələrdə çox azarkeş görmək mümkün deyil. Təbii məğlubiyyətin də bunda öz təsiri var idi. Alman azarkeşlər demək olar ki, məyus haldaydılar. Amma az-az müəyyən yerlərdə çıxmışdılar, oyundan sonra belə gəzirdilər. Yəni, böyük ehtimalla bugün hətta Salzburg oyununa da məncə qalacaq Alman azarkeşlərindən. Salzburg azarkeşlərindən gəlincə, demək olar ki, şəhərdə nəzərə çarpmadılar bugün, indi dünən ərzində. Böyük ehtimalla bugün çıxacaqlar şəhərə və stadion ətrafında sözsüz ki, oyun öncəsi görmək olar onları. Yəni hələ ki çox tez olduğu üçün saat, yəni yəqin ki azarkeş falan görmək olmaz küçədə. Aydın məsələdir. Hazırda saat yenə dediyim kimi 7-yə işləyib 20 dəqiqə. Amma əsasən günüz saatlarından 11-dən 10-dan azarkeşlər başlayırlar, yəni stadion ətrafına yığışmağa. Xüsusən burada müəyyən yerlər var ki, o azarkeşlərin, səfərli gələn azarkeşlərin ən çox yığışdığı məkanlardır. Ora xüsusi təbii polis nəzarətində gəlirlər. Bugün bir qrup azarkeş də hətta şəhərin mərkəzində polis nəzarətində belə deyim çıxartdılar biz mərkəzdən. Yəni
bu günlərdə xüsusən də Atletico Madrid və Real Madridin oyunun eyni həftədə Madriddə keçirilməsi İspan polisinin də işini bir balaca çətinləşdirib. Bu gün də onun da şahidi olduq şəhərdə. Yəni Mən hər səhv ehtimala qarşı etmirəmsə Madriddə gündəlik monitorlar var oyunları izləmək üçün. Böyük ekranlar var, bəli. Bəli, bəli, müəyyən məkanlar var ki, həmin məkanlarda xüsusi ekranlar quraşdırılır və ekranlardan mənim hətta təəccüblü gələn məqam onlarda ibarət olur ki, bəzən Alman azarkeşlərdə xüsusən görürəm bunu. Oyuna gəlirlər, bəzən biletləri belə olmur. Yəni amma sırf komandanın dəstəyi üçün gəlirlər və sizin qeyd elədiyiniz Ekranların önündə. o böyük ekranlardan görülür. Hazırda bu stadion ətrafında təmir tikinti işləri davam etdiyi üçün mən biraz yol kənarından bağlantı kururam. Ona görə bəzən maşın səsləri düşür, ona görə üzrlü saysın izləyicilərimiz. Yox. Bu ekskluziv bağlantıdır. Yəni Santiago Bernabéu-nu biz yeni halı ilə görürük. Bu arada Bəli. Santiago adını ləğv eləmək istəyirlər, səhv eləmirəmsə, tək Bernabéu qalacaq. Böyük ehtimal indi hələ ki o barədə danışıqlar gedir, amma hələ yekun qərarı yəqin ki son anda verəcəklər. Bir də bu bərpa tamam nə vaxt yekunlaşacaq? Orada bir məlumat var. Tam məlumat yoxdur. Məsəl üçün bu məndən bu tərəfdə gördüyünüz hissə stadionun qarşı hissəsidir. Əsas hissələrindən biridir. Görürsüz bağlıdır hələ ki. Yəni təxminən 1 il müddətində ki hələ ki bu formadadır. Yəni tam nə zaman bitəcəyi də dəqiq demək mümkün deyil. 2026-ya tam yekunlaşmasını oxumuşdum xəbərlərə. Tam yekunlaşması 2026-ya planlaşdırılır. Yəni ətrafı ilə bir yerdə. Amma nə qədər çəkəcək dəqiq demək mümkün deyil hələ ki.